ABŞ-İran-İsrail müharibəsinin iqtisadi nəticələri də dağıdıcı hesab olunur. Zədələnmiş enerji obyektləri, logistikanın pozulması və daşınmalar zamanı yaranan yüksək risk yanacaq qiymətlərinin artmasına gətirib çıxarıb. Neftin dəyəri qısa müddətdə 25-30% qədər artıb. Bəzi günlərdə bir barel neftin qiyməti $100-120 səviyyəsinə çatıb. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, benzinin orta qiyməti qallon başına $3,40 ötüb. Goldman Sachs İnvestisiya Bankı bildirib ki, əgər daşınmada fasilələr davam edərsə, neftin dəyəri barel başına $100 yuxarı qalxa bilər. Bu böyük enerji böhranıdır. 4 il əvvəl baş verən Ukrayna böhranından daha böyükdür. Bu münaqişənin ən mühüm nəticəsi Hörmüz boğazının bağlanması olub. Sözügedən boğaz yaxın şərqdən neft və maye halında təbii qaz ixracı üçün ən vacib ticarət marşrutudur. Dünənə olan məlumata görə ABŞ-də benzinin orta qiyməti bir qallon üçün $3,45-dır. Bu, son 25 ildə gördüyümüz ən yüksək səviyyələrdən biridir. Yəqin ki, Hörmüz boğazında logistika 3-4 həftə ərzində pozulmuş vəziyyətdə olacaq. Bu, deməkdir ki, pozuntuların bir hissəsi artıq qiymətlərdə əks olunacaq. Əgər İran boğazın bağlanması təhlükəsini aradan qaldırarsa, qiymətlərin müharibədən əvvəlki orta səviyyəyə qayıtmasını gözləmək olar. Bunun baş verməsi isə yəqin ki, bir neçə ay çəkəcək. Bu səbəbdən bir sıra ölkələr yanacaq qiymətlərinin təsirini azaltmaq üçün təcili addımlar atmağa başlayıb. Macarıstan qiymət tavanı tətbiq edib. Neft, benzin və dizel yanacağının ixracına qadağa qoyulub. Hökumət neft ehtiyatlarını 45 gün müddətinə sərbəst buraxmaq qərarına gəlib. Budapeşt yanacağın bahalaşmasının qarşısını almaq üçün benzin və dizelin qiymətini aşağı salıb. Serbiyada neft və neft məhsullarının ixracını müvəqqəti olaraq qadağan eləyib. Bu məhdudiyyətin martın 19-na qədər qüvvədə qalacağı bildirilir. Bu qərar neft qiymətlərinin $119 səviyyəsinə yüksəlməsi fonunda qəbul olunub. Qadağanın mahiyyəti daxili bazarı dünya bazarındakı qlobal qıtlıqdan və qiymət artımlarından qorumaqdır. Ölkənin benzin və dizel ehtiyatlarının 90 gün ərzində kifayət edəcəyi bildirilir. Serbiya artıq 2022-ci ildən bəri daxili yanacaq bazarında müəyyən qiymət nəzarəti mexanizmləri tətbiq eləyir. Bu qərar da həmin siyasətin davamı kimi qiymətləndirilir. Enerji böhranı ilə mübarizə aparan digər ölkə Pakistandır. İslamabad yanacaq qiymətlərini artırmaq məcburiyyətində qalıb. Çünki ölkə neftin böyük hissəsini idxal eləyir. Enerji sərfiyyatının azaldılması üçün məktəblərin 2 həftəlik bağlanacağı və ofis işçilərinin daha çox evdən işləyəcəyi bildirilib. Universitetlər də onlayn rejimdə fəaliyyət göstərəcək. Qurumlarda 4 günlük iş həftəsi tətbiq olunub. Dövlət idarələrinin 2 ay ərzində yanacaq xərclərinin 50% azaldılacaq. Rəsmi nəqliyyat vasitələrinin isə 60%. Avtobuslar və təcili yardım maşınları istisna olmaqla yoldan çıxarılacaq. Hətta nazirlərin əksər xarici səfərləri məhdudlaşdırılacaq. Misirdə yanacaq qiymətlərini təxminən 15-17% artırıb. Hökumət bu qərarını dövlət büdcəsinə düşən subsidiyaların yükünü azaltmaq və enerji bazarında balans yaratmaq zərurəti ilə izah eləyib. Eyni zamanda aşağı gəlirli əhali üçün sosial kompensasiya proqramlarının genişləndirilməsi də nəzərdə tutulur. Cənubi Koreya isə əksinə, qiymətlərin sürətlə artmasının qarşısını almağa çalışır. Seul yanacaq qiymətlərinə müvəqqəti tavan tətbiqini və bazara müdaxilə etməyi düşünür. Dövlət yanacaq vergilərinin azaldılması və ehtiyac yaranarsa, strateji neft ehtiyatlarının bazara buraxılması planını hazırlayıb. Məqsəd inflyasiyanın və nəqliyyat xərclərinin kəskin artmasının qarşısını almaqdır. Yaponiya isə enerji təhlükəsizliyi baxımından daha ehtiyatlı addım atır. Tokyo strateji neft ehtiyatlarının bir hissəsini bazara buraxmağa hazırdır. Hökumət yanacaq subsidiyalarını artırmaq və idxal xərclərini kompensasiya etmək üçün əlavə büdcə vəsaiti ayırmağı nəzərdən keçirir. Fars körfəzində terminallara hücumlar olduğu üçün təbii qazın qiymətləri kəskin şəkildə artıb. Buna görə düşünürəm ki, istehlakçılar ağıllı davranmalı və panikaya düşməməlidirlər. Hazırda bu böyük iqtisadiyyatlarda insanların qaz təchizatına çıxışı ilə bağlı ciddi narahatlıqlar var. Bu vəziyyət son 10 ildə yaşıl enerjiyə keçid siyasətinin nəticəsidir və qərb iqtisadiyyatları buna əvvəlki kimi hazır deyil. Xüsusilə Böyük Britaniya, Almaniya, Fransa kimi ölkələr neft qazdan asılılığı azaltmağa çalışdığı və bərpa olunan enerjiyə keçdikləri üçün daha yüksək enerji xərcləri ilə üzləşir.
Vyetnamda şirkətlərdən mümkün olduqda əməkdaşlarını evdən işləməyə təşviq etməyi xahiş edib. Şəxsi avtomobillərdən istifadənin azaldılması nəzərdə tutulur. Hətta eyni istiqamətdə gedən insanların birgə avtomobil istifadə etməsi və ya ictimai nəqliyyata keçməsi bildirilib. Ölkə yaxın şərqdən enerji idxalından çox asılıdır. Hökumət boş nəqliyyat səfərlərini azaltmağı və bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirməyi tövsiyə edib. Yanacaq idxal rüsumları azaldılıb. Bangladeşdə də yanacaq satışına limitlər qoyulub və bəzi bölgələrdə paylama sistemi tətbiq edilib. Enerji şirkətlərinə strateji ehtiyatların idarə olunması ilə bağlı xüsusi göstəriş verilib. Hökumət elektrik enerjisinin istehsalında alternativ mənbələrdən istifadəni artırmaq və enerji qənaət proqramlarını genişləndirmək planını işə salıb. İndoneziya isə sosial gərginliyin qarşısını almaq üçün daha çox subsidiyalara əsaslanan siyasət seçib. Yanacaq subsidiyaları artırılaraq benzinin və dizelin qiymətləri sabit saxlanılmağa çalışır. Hökumət dövlət enerji şirkəti vasitəsilə daxili yanacaq təchizatını artırmaq və ehtiyatları gücləndirmək qərarı verib.